Ustad Səfainin bir kitabında görmüştüm. Deyir ki, bir cavan tanıyırdım. Paltarla avaraydı. Paltar aşığı idi. Brand giyinsin, o dükkandan, bu firmadan. Adam var da belə. Həvəskardı. Paltar üçün da belə necə deyim, hər şeyinə fikir verərdi geyiminin, bahalı olsun, filan firmadan olsun, filan olsun. Deyir, bununla dost olmaq üçün elə paltarını tərifləsən kifayət edir. Yəni bana desən, nə qəşəng paltarın var, elə olurdu dost səndən. Onun üçün həyatda fəlsəfə buydu da paltar. Deyir, amma nə vaxtacan davam elədi, ondan üstün eşqə düşənə qədər. Bir gün bir qızı sevdi, aşık oldu ona. Deyir, mən gördüm ki, qəzaya düşüblər qızla, nişanlısı ilə. Gördüm necə paltarlarını tikə-tikə cırron yaralarını bağlayır. Daha böyük eşq paltar eşqindən qopartdı və paltar eşqini ona fəda elədi. Ona qurbanı verdi. İbrahimlər İsmaillarından bu məntiqlə keçirlər. İbrahimlərin qurbanlığının fəlsəfəsi budur. Daha böyük eşq İsmailin eşqinə qələbə çalır, göz qırpmadan aparır minaya qurban kəsməyə. Bir nəfər yazır ki, bəzi hadisələri eşq məntiqi ilə anlamaq olur, ağıl məntiqi ilə olmur. İbrahimin dastanı kimi. Elə başa düşür ki, ağla ziddir. Bir ağıl dili ilə İbrahim izah eləmək olmaz. Ancaq eşq dili ilə, amma bu səhv sözdür, kökündən səhv sözdür. Nə vaxta qədər biz bunun səhvliyini başa düşməmişik, eşq dastanlarda qalacaq. Eşq heç zaman ağla ziddi olmayıb. Heç zaman. Ağlın tələbi idi İsmailin qurban kəsilməsi. Ağlın tələbi idi. İsmail qurban gedirsə qətligaha, yaxşını daha yaxşıya qurban vermək ağlın tələbidir. İbrahimin eşqi ağlına zidd deyil idi. Ağlın gəldiyi nəticə idi. İsmaildan üstün eşqə çatıbsa, öz kiçik eşqini böyük eşqə qurban verirsə, bunun harası ağla ziddir? Şimdi də ağla ziddir. Ağıl demir ki, mühümü daha mühümə qurban ver, aşıqlar da belə eləyir. Eşqin harası ağla ziddir? Özdə bilirsiniz necə olur? Deyir, kəsir. Bunu bir kitabdan oxumuşam, incə məqamlara toxunur bəzi alimlər. Deyir, kəsir bıçağı, bıçaqla boğazını. Kəsməyəndə qəzəblə bıçağı çırpır yerə. Gör nə deyir? Deyir, bu qəzəblə yerə çırpmağı olmasaydı səmimi deyildi İbrahim.